Salam, hər vaxtınız xeyirli olsun əziz müəllimlər, dəyərli müdavimlər. Sizinlə mən texnologiya təlimçisi Aslanova Süreyya. İstədim bu günlərim 5-ci sinif texnologiya mövzusunun birinci mövzusunun izahını verim və nələr düşəcək, əsas tərəflərini sizlərə deyim. Deməli, əziz müəllimlər, texnologiya sözünün mənası 3 cür tərifi var, 3 cür mənası var, yəni bunun üçünü də biz bilməliyik. Çoxu bunu qarışdırır, yəni texnologiya sözünün birinci tərifində deyir ki, texni, sənət, ustalıq, logos isə elm öyrənmək deməkdir. İkinci tərifində isə deyir, texnologiya insan tərəfindən məmulat və xidmətlərin yaradılma prosesidir və üçüncü tərifində əsas məqam, əsas nüans odur ki, enerjinin, maddənin, informasiyanın dəyişdirilməsi. Bu sözü yadınızda saxlayın. Əsas düzdür, bunun biraz demək tərifi uzundur. Yəni amma qısacası enerji, maddə, informasiya bu formada, maddə, enerji, informasiya bu formada yadınızda saxlasanız, yəni bəs edir. Üçüncü tərifində, yəni maddənin, enerjinin, informasiyanın dəyişdirilməsinə, insan tələbatlarını təmin etmək üçün bu proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti başa düşülür texnologiya. Baxın, ümumiyyətlə texnologiyalar özü iki hissəyə bölünür, iki qrupa bölünür. Birincisi insan tərəfindən yaradılanlar, ikincisi isə təbiətin bizə bəxş etdikləri. Təbiətin bizə bəxş etdikləri deyiləndə, yəni insan əməyi sərf edilmədən yarananlardır. Günəşin çıxmasıdır, quşun uçmasıdır, yağışın yağmasıdır, qarın yağmasıdır və s. təbiət hadisələri ilə bağlı olanlar təbiət tərəfindən yarananlardır. İnsan tərəfindən yarananlar isə gözümüzlə görünən bütün əşyalar bura daxil etmək olar. Biz ümumiyyətcə insanlar öz tələbatlarını ödəmək üçün nələr yaratmışdılar? Əvvəllər çox texnologiyalar inkişaf etməmişdi və buna görə də öz tələbatlarını ödəməkdən ötürü bəzi əşyalardan istifadə edirdilər. Belə bir sual da ola bilər ki, əşyaları insanlar nə üçün yaratmışdı? Əlbəttə ki, öz tələbatlarını ödəmək üçün. Baxın, texnologiya deyiləndə müasir texnologiyalar var ki, bura deməli yeni sənayesi üçün avadanlıqlar daxil etmək olar, qaz filtrləri və bir də paltar yuyan maşınları bura aid edirik. Əsas müasir texnologiyalarımız hansılardır deyəndə. Və biz insanlar əvvəllər daha çox hər hansısa bir işi görməkdən ötürü insan gücü lazım idi və indi artıq texnologiyalar çox sürətlə inkişaf etdiyinə görə artıq insanların texnologiyasız demək olar ki, təsəvvür etmək olmur həyatımızı. Baxın, əvvəllər insanlar yük daşımaq üçün, səyahət etmək üçün nələrdənsə, yəni öküzlərdən, nə bilim, istifadə edirdilər. Amma indi bu təkmilləşdirmələrlə, yəni nəqliyyat texnologiyaları yarandı və nəqliyyat texnologiyaların sayəsində daha çox təkmilləşmələr baş verdi. Nələr yarandı? Daha çox uzaq məsafələrə getməyimiz üçün samalyotlardır, qatarlardır. Görürsünüz, texnologiya nə qədər inkişaf elədi. Ümumiyyətcə deyəndə ki, insanlar nəyi təkmilləşdirdi? Nəqliyyat texnologiyalarını təkmilləşdirdi. Bəs ən çox sürətlə inkişaf edən texnologiyalarımız hansıdır deyiləndə kommunikasiya texnologiyaları nəzərdə tutur. Kommunikasiya texnologiyaları sürətlə yayıldı və inkişaf elədi. Baxın, kommunikasiya texnologiyaları nə deməkdir? Kommunikasiya texnologiyaları özü internetlə bağlı olan bütün nələr ki var, bunlar hamısı kommunikasiya texnologiyalara aid etmək olur. Telefondur, televizordur, postdur, elektronik nələr varsa, hamısı bura aid edirik. Deməli, faksdır, radiodur, hamısı kommunikasiya texnologiyalarının inkişafı sayəsində yaranır. Biz gəlin baxaq görək Pətsah özü nə deməkdir? Bəs Pətsah nə deməkdir? Pətsah deməli hər hansısa detal üçün seçilmiş müəyyən ölçüdə bir materialdır. Gəlin baxaq görək bəs material, detal özü nə deməkdir? Bax, Pətsah dedi ki,
detal üçün seçilmiş bir materialdır. Pəstah deməli nədir? Bir materialdır. Məsələn, bir şkafı düzəltməkdən ötürü və yaxud da biz geyimi tikdirməkdən ötürü bizə nə lazım olacaq? Pəstah lazım olacaq, material lazım olacaq. Həmin o pəstahımız həmin bu detaldan, materialdan böyük olmalıdır ki, biz ondan bir neçə dənə detal əldə edə bilək. Məsələn, mən dərziyə gedirəm, ölçüm 1.70-dirsə, mən pəstahı detalların dan artıq almalıyam da. Yəni pəstah ən azından bir 2-3 dəfə artıq olmalıdır ki, mənim tikəcəyim o geyimin hissələri artıqlaması ilə bəs eləsin. Və yaxud da şkaf düzəldirəmsə, deməli mən nə etməliyəm? Mənim materialım artıq olmalıdır. Onun hissələri tam olaraq çıxarıla bilsin. Və biz bu məsələn mən getmişəm dərziyə. Dərzi mənə sual verir. Sən hansı formada geyim tikdirmək istəyirsən? Mən bu formanı nə etməliyəm? Beynimdə layihələndirməliyəm. Ümumiyyətcə hər hansı bir nəyisə çəkməzdən əvvəl, nəyisə qurmazdan əvvəl, tikməzdən əvvəl biz onu beynimizdə layihələndirməliyik. Layihə özü neçə hissədən ibarətdir? Hər hansı bir məmulatın hazırlanması 3 hissədən ibarətdir. Layihələndirilməsi, hazırlanması və istismarı. Baxın, layihələndirilməsi dediyim kimi, mən dərzi mənə sual verəndə, mən beynimdə o paltarın geyimin layihəsini, yəni onun eskizini beynimdə cızıram. Hansı formada tikdirmək istəyirəmsə, onun şəklini çəkirəm, deyirəm bu formada, asanlıqla anlaşılsın. Layihə nə oldu? Eskiz oldu. Mənim beynimdə, xəyalımdakı yaratdığım o eskizim. Və sonra dərzi nə edir? Başlayır hazırlama mərhələsini keçir. O həmən o pəstahımızı, materialımızı ölçür, biçir, hissələrini pencəkdirsə, ön hissəsini, arxa hissəsini, qol hissəsini ayrı-ayrılıqda biçir, düzəldir. Və sonra bunları biçişdirir, hazırlayır, verir istismara. İstismar nə oldu müəllimlər? İstismar hər hansı bir məmulatın son tamamlanıb bitmiş hissəsidir. Artıq istifadəyə verilmiş bir hissəsidir. O istismara verilən zaman biz onu öz tələbatlarımızı ödəmək üçün də istifadə edə bilərik. Və yaxud da satışa buraxıb hər hansı bir insanların tələbatlarını ödəmək üçün də istifadəyə verə bilərik. Və biz burada gedən bir proseslər var ki, öncə neynədik? Parçanı dərzi neynədir? Bir proses getdi də burada. Onu aldıq, gətirdik, üstümüzdə ölçdü, pişdi, tikdi, hissələri bir-birinə tikdi. Bax, burada bir proses getdi. Yəni, texnoloji proses getdi. Texnoloji proses o deməkdir ki, pəstahın ilkin halından son məmulat əldə edilənə qədər aparılan bir prosesdir. Baxın, həmən bu hissələr ki, bir-birinə yapışdırmaq ki var, dedim ki, pencəkmi, hər hansı bir geyimmi, onun hissələrini, qolunu biz öncə ayrı tikirik, ön hissəsini, arxa hissəsini ayrı-ayrılıqda tikirik, ütülüyürük və neyinirik? Başlayırıq onları bitişdirməyə, yığmağa. Həmən bu yığma nə adlandı? Detalların məmulat halında birləşdirilməsinə. Həmən ki, o detallar ki vardı, pencəyin qol hissəsi, ön hissəsi, arxa hissəsi, bax bunlar detallarımızdır. Bunların birləşməsi nə adlanır? Yığma adlanır. Yığma nə oldu? Detalların məmulat halında birləşdirilməsinə deyilir. Bəs texnoloji xəritə və yaxud da marşrut xəritəsi, biz bunu necə fərqləndirə bilərik, əziz müəllimlər? Deməli, marşrut xəritəsi o idi ki, həmin bu pencəyin hissələrini ardıcıllıqla, icra ardıcıllığını apararaq mən bunu tikdim. Deməli, ardıcıllıqla gedən nə oldu? Marşrut xəritəsi, icra ardıcıllığı. Amma bunların, deməli, texnoloji xəritə isə həmən o texnoloji əməliyyatların ardıcıllığı burada ətraflı yazılır. Xəritədə nədir? Hər hansı bir məmulatın adı, ətraflı yazılır, qrafik təsviri verilir, tətbiq olan alət və avadanlıqlar orada neyinir? Göstərilir. Hər hansı bir yazılırsa, nəsə bir göstərilirsə, deməli, bu texnoloji xəritəyə aid etmək olar. Amma icra ardıcıllıq gedirsə, deməli, marşrut xəritəsidir. Orada icra ardıcıllığı var. Elə marşrut xəritəsini qısacası olaraq icra ardıcıllığından yadda saxlamaq olar. Bəs demək, məmulatın hazırlanması hansı proseslərdən keçir? Məsələn, bir pəstahı mən şifonyer düzəldirəmsə, neynəməliyəm? Öncə onu mişarlamalıyam, ölçməliyəm, mişarlamalıyam, deşməliyəm, məmulatın cilalanması aparılmalıdır və sonunda da rənglənməsi aparılmalıdır. Deyir ki, məmulatın hazırlanması prosesi hansılar aid idi? Pəstahın mişarlanması, deşiklərin açılması, məmulatın cilalanması və rənglənməsi bu prosesə aid etmək olur. Bunun mütləq ardıcıllığını yadda saxlamaq lazımdır və bunlar bu qaydada da testdə düşür.
Belə əziz müəllimlər, qısacası nələr lazım oldu bu dərsliyin içindən mən sizə izahımı atdım. Hazırlaşan müəllimlərin hər birinə uğurlar arzulayıram.